Salam, bugün sizlərlə bərabər çoxluqlar nəzəriyyəsinin praktiki bölməsinin ikinci hissəsinə nəzər yetirəcəyik. Bu hissədə biz artıq çoxluqlar üzərində əməllər, çıxılma, birləşmə, kəsişmə və digər əməllərlə bərabər həmçinin supremum, infimum, maksimum və minimumun tapılması haqqında deməli çalışmalar həll edəcəyik. İlk çalışmamız belədir. A, B və C çoxluqları verilmişdir. Aşağıdakı əməlləri yerinə yetirin. Sırasıyla mən yazacağım və həll edəcəyik. İlk olarak A çoxluğumuz A bərabərdir 1, 2, 3, 4. B çoxluğumuz 1 cütlüyü 2, 5 və 3. Və son olarak C çoxluğumuz 1, 4, 3 çoxluğudur. Deməli, ilk əməlimiz A ilə B-nin birləşməsidir. A ilə B-nin birləşməsini yazacaq. A birləşsin. Aydındır ki, A ilə B-nin birləşməsi nəzəri hissədə dediyimiz kimi A ilə B-nin elementlərinin hamısını çoxluq içərisində yazacaq. Ancaq birindən bir ədəd olmaq şərti ilə. Məsələn, 1, 2, 3, 4. Burada artıq 2 dəfə yazmırıq deyil, 2 yazmırıq. 1 cütü, 5 və 3 cütünü yazmışdıq. Bu A ilə B-nin birləşməsi oldu. İkinci əməlimiz A ilə C-nin kəsişməsidir. A ilə C-nin kəsişməsi. A ilə C-nin kəsişməsi həm A-da, həm də C-də olan elementləri indi sıralayacaq. Deməli, bu 1 və 3 ilə 4 elementidir. Beləliklə, A ilə C-nin kəsişməsi də bizə bunu verir. İndi B ilə C-nin çıxılmasını yazacaq. B çıxılsın C-ni. Bu zaman B-nin elementlərindən C-nin elementləri çıxacaq. Yəni, deməli, 1 C-də yoxdur. 1 cütlüyü. Bundan sonra 2 yoxdur. 5 yoxdur. Artıq 3 var. Buna görə 3'ü yazmırıq. 3'ü yazmırıq. İndi dördüncü əməlimiz A birləşsin, B çıxılsın C əməlidir. Bunun üçün klaskamızı silək. Deməli, A birləşsin, B çıxılsın C. Bərabərdir. Biz A birləşsin, B-ni yazmışdıq. Yenidən yazmaqdan ötürü bir başa yazacağım. 2, 4, 5, 1 və 3. Sıxışmadı, buradan yazaq. Çıxılsın C. Yəni 1, 4, 3. Bu da bərabərdir. Buradan 1'i atarıq, çünki C-də də var. 1'i atdıqda 2'yi atmarıq, 4'ü atarıq, 4 burada da var. Deməli, 5'i atmarıq, 1 cütlüyü gələr. 3'ü də atarıq. Beləliklə, bu bizim A birləşsin, B çıxılsın C əməlimiz oldu. İndi 5-ci misala baxacaq. 5-ci misalımızda bizdən A çıxılsın B, A çıxılsın B, kəsişsin C əməlini istəyir. Deməli, bu əməl bərabərdir. Əvvəlcə A-dan B-ni çıxaq. A-dan B-ni çıxmaqdan ötürü çoxluğumuzu yazarıq. A çıxılsın B çoxluğunu. 1, 2 burada da var, 2'yi atdıq. 3 burada da var, 3'ü də atdıq. 4 burada yoxdur, 4'ün özü gəldi. Beləliklə kəsişməsi C çoxluğunu yazılır. 1, 4, 3. Bu da bərabərdir. Deməli, kəsişməsi 1 və 4'ü bizə verdi. Aydındır ki, 3 burada yoxdur. Ona görə də kəsişməsi 1 və 4 elementlərini verir. Yəni 1 ilə 4 çoxluğu oldu. 6-cı əməlimiz bizə B kəsişsin, C vurulsun A-nı, C-nin daha doğrusu Dekart hasilini, C ilə A-nın Dekart hasilini istəyir. B kəsişsin, C vurulsun A. Deməli, biz bunu tapmaqdan ötürü əvvəlcə Dekart hasili vurulma
əməli yerinə yetirilir. Bunun üçün biz əvvəlcə C vurulsun A-nı tapaq. C ilə A-nın daha doğrusu Descartes hasilini tapaq. C-A bərabər. İndi cütlükləri yaradaq. Nəzəri hissədə başa saldığıma görə artıq başa salmayacağım, birbaşa yazacağım. Deməli, 1 C ilə A-nı. 1, ondan sonra 1, 2, 1, 3, 1, 4, 1, 4. Bundan sonra nə qaldı? Deməli, 4, 1. Bunların hər birini tək-tək cütlük şəklində yazacaq. 4, 2, 4, 3. Bundan sonra 4, 4. Deməli, bundan sonra 3. 3, 1. 3, 1. Deməli, 3, 2. 3, 3 və 3, 4. 3, 4. Çoxluğumuz bağlayaq. Deməli, C vurulsun A bizə bu ifadəni verir. B ilə C vurulsun A-nı kəsişdirdikdə görürüz ki, cütlü şəkildə sadəcə bir element var. O da bu ilə kəsişir. Deməli, bizim bu ifadəmiz bir cütlüyündən ibarət olan çoxluğu əks elətdirir. İndi bundan sonra 7-ci əməlimizi yerinə yetirəcəyik. 7-ci əməlimizi yerinə yetirməkdən fərqədə silək. 7-ci əməlimiz B birləşsin A vurulsun C əməlidir. Bundan ötürü əvvəlcə yenə A vurulsun C əməlimizi yazaq. A vurulsun C və C vurulsun A-nın, yəni Descartes hasilləri fərqli çoxluqlar verə bilər. Buna diqqət etmək lazımdır. Yəni A vurulsun C ilə C vurulsun A eyni ifadə olmaya bilər. Buna görə biz A vurulsun C-yi hesablamalıyıq əvvəlcə. Deməli, A vurulsun C belə olacaq. Çoxluğumuzu açacaq. 1 ilə 1. Belə 7-ci əməlimizdə yerinə yetirmiş olduq. Yox, yerinə yetirmədik. Əvvəlcə A ilə C-nin Descartes hasilini yazdıq. İndi B ilə birləşdirməliyik. B çoxluğuna biz buna baxsaq, cütlü şəklində sadəcə 1, 1 var. Deməli, sadəcə biz buna, bu çoxluğun üzərinə, indi B birləşsin. A vurulsun C şəklində yazacağım. Çoxluğun üzərinə B-nin cütlüyü əmələ gətirmək. Çünki cütlülük burada var. 1, 1 burada var. 2, 5 və 3. Deməli, əlavə edirik. 2, 5 və 3. Belə 7-ci əməlimizdə yerinə yetirdik. İndi 8-ci misalda A ilə B-nin simetrik fərqinə nəzər yetirəcəyik. A ilə B-nin simetrik fərqi biz nəzər hissədə demişdik ki, A çıxılsın B, yaxşı görsün yerləsin, A çıxılsın B, birləşsin B çıxılsın A ifadəsinə bərabərdir. O zaman biz A çıxılsın B çoxluğunu yazaq. A çıxılsın B çoxluğunu yazdıqda, deməli 1-i yazarıq. 2 yazmarıq, 2 burada da var, tulladıq. Deməli 3-ü də atdıq, qaldı 4. 4 yazarıq, birləşsin. İndi B-dən A-nı çıxacaq. B-dən A-nı çıxmaqdan ötürü 1-1-in özü gələr, 1-1 cütlüyü. Bundan sonra 2 burada da olduğuna görə 2-yi atarıq. 5 yoxdur, 5-i yazarıq. Bundan sonra 4, deməli 5 yoxdur yazarıq. 3-ü atarıq, ona görə ki 3 burada da var. Və çoxluğumuz belə olar. Bunların da birləşməsi bizə 1, 4, 1-1 cütlüyü və 5 elementlərindən ibarət çoxluğu verər. İndi C-nin Descartes kvadratına nəzər yetirəcəyik. C-nin Descartes kvadratı o deməkdir ki, C-ni özü ilə Descartes hasilini yazacaq. Yəni C-nin kvadratı bərabərdir C
Descartes hasili C ile. Bu da bərabərdir. Deməli, özü ilə cütlüklər yaradılır. Yəni 1, 1. Bundan sonra 1, 4. Bundan sonra 1, 1, 3. Bundan sonra 4, 1. Bu bizim C'nin özü ilə Descartes hasili oldu. Yəni C kvadratı oldu. İndi sonraki misalımıza keçəcəyik. Bundan ötürü əvvəlcə sileyim mən bunu. Deməli, indi sonraki misalımıza keçəcək. Sonraki misalımız belədir. Aşağıda verilmiş çoxluqların supremumunu, infimumunu, maksimumunu və minimumunu tapın. İndi bir-bir çoxluqlarını yazaq. İlk çoxluğumuz A çoxluğudur. A çoxluğu bərabərdir. X aiddir. X burada A'nın elementləridir. Həqiqi ədədlər çoxluğuna və X minus 5'dən böyükdür. Kiçik də bərabərdir 12'dən. Burada gördüyünüz kimi əvvəlcə supremumu tapsaq, supremum A burada 12'yə bərabərdir. Çünki ən böyük A biləcəyi qiymət 12'dir. Bərabərdir 12'yə. Həmçinin maksimum da 12'yə bərabərdir. Bunun səbəbi 12'nin özü də çoxluğa daxil olmaz. Çünki X bərabərdir, kiçik də bərabərdir 12'dən. Infimumunu tapsaq, infimum A bərabərdir. Burada infimum minus 5'ə bərabərdir. Çünki minus 5 burada sərhəddir gördüyünüz kimi. Aşağı sərhəddir. Minus 5. Ən kiçik aşağı sərhəd. Daha doğrusu ən böyük aşağı sərhəd minus 5'dir. Bundan sonra minimumunu tapsaq, aydındır ki burada minimum görsənmir. Çünki minus 5'dən bu yana, yəni minus 5'dən böyük olan elə bir həqiqi ədəd tapmaq çox çətindir. Yəni bu intervalda tapmaq çox çətindir. Aydındır ki görsənmir burada. Yəni yaza bilmərik. Elə bir ədəd siz nəzər hissədə qeyd eləmişdik ki, belə bir ədəd yəni tapmaq qeyri-mümkündür. Burada görsənmir. Görsənmir. Deməli, ikinci çoxluğumuz B çoxluğudur. B çoxluğu bərabərdir. X aiddir yerə, yəni həqiqi ədədlər çoxluğuna və X kvadratı kiçikdir 16'dan. Burada əvvəlcə bu bərabərsizliyi həll eləsək, biz görərik ki, deməli X bərabərdir, X kvadratı bərabərdir 16 yazaq, bərabərliyi həll eləyək birbaşa. Bu zaman X'in kökləri nə olar? X bərabərdir minus 4 plus 4 olar. Minus plus 4 olduğundan biz burada belə yaza bilərik. Deməli, bu ekvivalentdir bu ifadəyə. X aiddir. Deməli, minus 4'dən böyükdür X, həmçinin böyükdür 4'dən. Həmçinin kiçikdir 4'dən daha doğrusu. Kiçikdir 4'dən. İndi bu çoxluğun biz elementlərinə nəzər yetirsək, burada supremum aydındır ki 4 olar. Supremum B bərabərdir 4'ə. Əgər supremumdan sonra biz maksimuma nəzər yetirsək, maksimumu aydındır ki görsənmir. Deməli, görsənmir, maksimum D görsənmir. Yəni görsənmir yazmağın yerinə biz artıq qısaca G hərfi yazacağım. Infimum B bərabərdir. Burada infimum aydındır ki minus 4'dür. Və minimum da aydındır ki yenə görsənmir. Yəni minimum B görsənmir. İndi sırayı üçüncümüzə keçək. Üçüncü çoxluğumuz C çoxluğudur. C bərabərdir X aiddir tam ədədlər çoxluğuna və deməli X kiçikdir, böyükdür, bərabərdir 10'dan, həmçinin kiçikdir 20'dən. Burada supremum ayrı şəkildə görünür ki, 20'dən kiçik ən böyük tam ədəd burada gördüyünüz kimi 19'dur. Burada bu çoxluq tam ədədlərlə qalxır. Məsələn, burada 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 bu çoxluğa daxildir. Çoxluğa daxildirsə də o zaman biz supremum A bərabərdir C 19. Həmçinin maksimumu da aydındır ki burada 19'a bərabərdir. Infimumu tapsaq
infimumu tapsaq, infimum aiddir. Mesela infimum 10'dur. Həmçinin minimumda minimum C, maksimum C. Minimum C ilə bərabərdir 10'a. Çünki həm bu çoxluğa daxildir, həm də ondan kiçik bu çoxluqda ədəd yoxdur. İndi dördüncü çoxluğumuza keçək. Bu D çoxluğu olacaq. D çoxluğu bu dəfə belə bir düstur verilmişdir. N aiddir natural ədədlər çoxluğuna. Burada çoxluqlar nəzəriyyəsini qeyd etmək istəyirəm ki, bəzən natural ədədləri sıfırdan başlayırlar bəzi ölkələrdə. Ancaq biz sıfırdan qəbul eləmirik. Burada birdən qəbul edirik. Onsuz da sıfır götürsək aydındır ki, burada sıfır olduğundan burada qeyri-müəyyənlik yarana bilər. İndi bu düsturla verilən biz çoxluğu supremum və infimumu necə tapacaq? Əvvəlcə biz bu düsturu belə yaza bilərik. N plus 1 bölünsün N bərabərdir. N bölü N plus 1 bölü N şəklində yaza bilərik. Burada N bölü N ixtisar gedər. Bu da 1 plus 1 bölünsün N şəklini alar. Deməli, N burada 1-dən müsbət sonsuzluğa doğru natural ədədlərdir. Buraya 1 qoysaq, 1 bölünsün 1, 1 verər. Buradan bərabərdir. İlk həddi 2 olar. Bundan sonra biz buraya 2 qoysaq, 1 bölünsün 2, 0,5 verər. 1,5 olar. Bundan sonra 1,4'də 3 olar. Və s. Gördüyünüz kimi burada supremum 2'ye bərabər olacaq. Çünki hər dəfə elementlər yavaş-yavaş aşağı inməyə başlayacaq. Yəni 2'dən kiçik olmağa başlayacaq. Buna görə də biz supremumu birbaşa yazsaq, supremum deməli D bərabərdir 2'yə. Həmçinin aydındır ki, maksimum da 2'yə bərabər olacaq. Maksimum D bərabərdir 2'yə. Bəs bunun biz infimumunu necə taparıq? Infimumu tapmaqdan ötürü biz deyək ki, burada N-ə sonsuzluq qoyaq. Burada biz limit anlayışını keçməmişik, ancaq intuisiya olaraq qavramağınızdan ötürü əvvəlcədən mən belə bir misallar da saldım. Burada N sonsuzluğa gedərkən nə qədər N böyük olarsa, aydındır ki, burada sıfıra yaxınlaşacaq. Daha doğrusu sonsuzluğa yaxınlaşacaq aslında. Bu sonsuzluğa yaxınlaşdıqca burada 1 bölünsün sonsuzluq alınacaq. Yəni 1'i çox böyük ədədə böləcək. O qədər böyük ədədə böləcək ki, bu 1 sıfırın burnunun dibinə girəcək. Sıfırın burnunun dibinə girdiyinə görə o qədər yaxınlaşacaq ki sıfıra. Biz artıq ona 0 deyə biləcəyik. Əgər biz buna 0 deyə biliriksə, o zaman 1 plus 0 bizə 1 verəcək. Yəni bunun infimumu get-gedə 1'ə yaxınlaşacaq. Ancaq heç vaxt 1 olmayacaq. Onda biz belə yazarıq. Infimum deməli D bərabərdir 1'ə. Həmçinin burada minimum aydındır ki, görsəndir. Çünki getdikcə bu düzdür, yaxınlaşacaq sıfıra, ancaq heç sıfır olmayacaq. Yəni burada həmişə daha kiçik yerdə tapmaq mümkün olacaq. Ona görə də minimum D görsənmir. Beşinci çoxluğumuz belədir. E çoxluğu bərabərdir 1 bölünsün N plus 5. N də aiddir natural ədədlərə. Burada bir neçə həddə gəlin əvvəlcə nəzər yetirək. 1 bölünsün ilk 1 götürərik. 1 plus 5 bərabərdir 6. İlkin həddə 6 oldu. Bundan sonra 1 bölünsün 2 plus 5 bərabərdir 5,5. Bundan sonra 1 bölünsün 3 plus 5 bərabərdir 5,4'də 3. Və say bu belə devam edəcək. Burada gördüyünüz kimi ən böyük ədəd biz 6 aldıq. Yəni burada supremum və maksimum. Supremum E bərabərdir maksimum E'yə. Bu da bərabərdir 6'ya. Bəs infimumunu necə taparıq? Infimumunu tapmaqdan ötürü yenidən N'i biz çox böyüdərik. N'i çox böyütdükdə aydındır ki, burada bu ifadə sıfıra çox yaxınlaşacaq. Sıfıra çox yaxınlaşdığından infimum get-gedə 5'ə yaxınlaşacaq. Buna görə də infimum E bərabərdir 5 deyə bilərik. Bundan sonra isə minimum tapmaq istəsək, minimum aydındır ki, görsənmir. Çünki eyni səbəbdən, necəki misal eyni səbəbdən. Buna görə də biz deməli minimum E görsənmir yazacaq. Minimum E görsənmir yazacaq. İndi görək başqa misallarımız var. İndi 3 ədəd qaldı. Onları da yazaq, həll edək.
Deməli, F çoxluğu verilmişdir. F çoxluğu 3-dən 2 bölünsün N, 3 çıxılsın 2 bölünsün N. N yenə aiddir natural ədədlər çoxluğuna. Burada yenidən biz gəlin kiçik bir araşdırma eləyək. Yəni bir neçə həddə baxaq, analiz edək. 2 bölünsün 1 yazaram. 2 bölünsün 1, 2, 3-dən 2 çıxdıqda 1 olar. Bundan sonra 3 çıxaq, 2 bölünsün 2 yazaram. Bu zaman 2 olar. Bundan sonra 3 çıxaq, 2 bölünsün 3 yazaram. Bu belə davam eləyə gedəcəkdir. Burada aydındır ki, infimum və minimum 1-ə bərabərdir. Çünki həmişə bu artan sıra ilə gedəcək. O zaman biz yazarıq ki, infimum f bərabərdir minimum f, o da bərabərdir 1-ə. Bəs maksimum və supremum necə olacaq? Biz yenidən buraya sonsuzluq qoyaq. Sonsuzluq qoysaq əgər, yəni sonsuz böyük ədəd qoysaq, aydındır bu yenə sıfıra yaxınlaşacaq. Çünki sabit ədədi sonsuzluğa böldükdə, daha doğrusu sonsuz qədər böyük bir ədədə böldükdə bu qədər kiçik olacaq ki, yenə sıfıra yaxınlaşacaq. Sıfıra yaxınlaşdığından 3 çıxaq 0 bizə 3 verəcək. Yəni burada aydındır ki, supremum deməli 3-ə bərabər olacaq. Heç zaman 3-ü aşmayacaq, hətta 3 də olmayacaq. Supremum f bərabərdir 3-ə. Və aydındır ki, 3-dən yenidən böyük olmayacaq, amma 3-dən kiçik sonsuz ədəd olduğundan biz buraya, yəni 3-dən kiçik ən böyük ədədi tapmaq biraz çətin olacaq. Çünki bu çoxluqda elə bir ədədi incəki səbəblərdən tapmaq mümkün deyil. Buna görə də biz maksimum f görsənmir yazacaq. Bu arada C'yi mən özüm burada deməli işarə olaraq götürdüm. Normalda C olaraq yazılır, birbaşa görsənmir olaraq yazılır. Bunu da burada qeyd edək. 7-ci misalımız deməli alternatif artıllıqla bağlıdır. Minus 1 n bölünsün n aiddir natural ədədlərə. Deməli biz ilk bir neçə burada birbaşa mən bilirəm indi rəqs eləyəndir. Yəni bunun funksiyasını biz çəkdikdə və yaxud funksiya şəklində yazıb çəkməyə çalışsaq, bunun qrafiki 1 ilə minus 1 arasında deməli belə yaxınlaşacaq. Bu da deyək 0 oxudur. Burası 0'dır, x yazır. Belə yaxınlaşacaq və axırda 0-a bərabər olacaq. Yəni 0-a bərabər olunca 0-a çox yaxınlaşacaq, amma 0-a bərabər deyə bilərik. Ancaq biz bir neçə yenə həddini yoxlayaq. Deməli, əvvəlcə minus 1 üstü 1 bölünsün 1 bərabərdir minus 1. Deməli, minus 1 üstü 2 bölünsün 2. Burada 1 bölünsün 2 verəcək. Bundan sonra biz bunu 3 etsək, minus 1 üstü 3 bölünsün 3 və s. belə gedəcək. Burada aydındır ki, mənfi olacaq. Yəni yuxarı çıxacaq, sonra yenə aşağı düşəcək, yuxarı çıxacaq, aşağı düşəcək. Belə bir ardıcıllıq alınacaq. Burada aydındır ki, 1 bölü 2-dən böyük ədəd ala bilməz. Çünki hər dəfə bunun altındakı ifadə böyüyəcək. Bunun altındakı ifadə böyüdüyünə görə bu ifadə kiçiləcək. Məsələn, bundan sonra müsbət ədədimiz burada 4 olacaq. Burada 4 olduqda 1 bölünsün 4, 1 bölünsün 2-dən əvvəl kiçik olacaq. Bundan sonra 1 bölünsün 6, 1 bölünsün 8. Bu belə gedəcək. 1 bölünsün 2 olduqda deməli biz bunu deyə bilərik ki, supremum j bərabərdir 1 bölünsün 2-yə. Həmçinin maksimum j də bərabərdir 1 bölünsün 2-yə. Bəs minimum nə olacaq? Minimumda gördüyünüz kimi minus 1 oldu. Minus 1-dən sonra burada biz kiçik bir ədəd olacaq. Minus 1 bölünsün 3 olacaq. Sonra minus 1 bölünsün 5 olacaq. Minus 1 bölünsün 7 olacaq. Get-gedə böyüyəcək sıfıra tərəf. Ancaq sıfıra tərəf böyüyəcək. Bəli, burada minus 1 olduğuna görə minus 1 ən kiçik ala biləcəyi ədəd olacaq. Yəni minimumla infimum bir-birinə bərabər olacaq. Infimum j bərabərdir minimum j. O da bərabərdir minus 1 qiyməti alar. Və son olaraq 8-ci misalımızda yazaq. 8-ci misalımızda deməli belədir. H çoxluğu 1 bölünsün yenə n
N də aiddir natural ədədlərə. Birləşsin -2 çoxluğu ilə. Daha doğrusu -2 elementini ehtiva edən çoxluğu ilə. Burada aydındır ki, bu ifadə natural ədədlərə daxil olduğundan n 1 bölünsün müsbət ədədlər olacaq. Yəni bu getdikcə sıfıra yaxınlaşacaq, amma sıfırdan aşağı düşə bilməyəcək. Buna görə də bizim minimum və infimum elementimiz -2-yə bərabər olacaq. Çünki heç vaxt minusa düşə bilməyəcək. Hətta -2-dən -2-yi buraxaq, sıfırdan belə aşağı düşə bilməyəcək. Ona görə infimum h bərabərdir birbaşa minimum h-a, o da bərabərdir -2-yə. Bəs maksimum və supremum necə olacaq, ona baxaq. Aydındır ki, burada maksimum və supremum n-in yerinə ən kiçik natural ədəd qoyduqda, burada o qədər kiçik ədəd qoymalıyıq ki, qoya bildiyimiz ən kiçik ədədi. Bu ifadə ən böyük qiymətini alsın. Buna tür 1 bölünsün 1 qoysaq 1 alınar, 1 bölünsün 2 qoysaq 0,5 alınar, 1 bölünsün 3 qoysaq 0,4-də 3 alınar və s. Yəni deməli 1-dən başlayıb get-gedə kiçilir. Sıfıra tərəf kiçilir. Ona görə biz yaza bilərik ki, bu ifadənin supremumu bərabərdir maksimumuna. Və bu ifadələr 1 bölünsün 1-ə, yəni 1-ə bərabərdir. Çalışdığım qədər fərqli misallar salmağa çalışdım. Yəni, daha doğrusu fərqli çoxluqlar salmağa çalışdım. Ümidvaram ki, bu video ilə bərabər artıq çoxlar nəzəriyyəsinin bir çox misalını artıq özünüz də həll edə biləcəksiniz. Nəzəri hissədə bütün bilikləri verdiyimə görə burada sürətli şəkildə misal həll etməyə, praktik həll etməyə başladım. Hər bir praktiki yenə aşağıda görəcəksiniz. Özünüz həll etməyə çalışarsınız. Belə, sağ olun, gələn görüşlərədək.